Salam dəyərli izləyicilər. Sümük sistemlərində ağrıların səbəblərini bilirsinizmi? Bu günlər bundan danışmaq istəyirəm. Ümumiyyətlə, hər bir vücudun və hər bir sistemin, hər bir orqanın istifadə elədiyi vitaminlər var və eyni zamanda da depoladığı vitaminlər var. Və eyni zamanda hər bir duyğuda bir vitaminlərdən istifadə edir. Yəni ki, stres, psixoloji narahatçılıq və eyni zamanda əsəb, öfkə və eyni zamanda inadlaşma bir çox vitaminlərdən istifadə edir və bu nəticədə də bu vitaminə ehtiyac olan orqanlarda bir çox sorun, sıxıntı, narahatçılıqlar da əmələ gəlir. Bu eyni zamanda da sümük sistemlərində də bu problemlərin yaranması qaçılmazdır. Sümük sistemlərində əsasən maqnezium əskikliyi və eyni zamanda da D3 və K2 problemlərindən dolayı ağrılar olur. Burada bir çox hallarda insanlara kalsium verilir və mən düşünürəm ki, kalsium alınması lazım olmayan vitaminlər başında gəlir. Həddindən artıq kalsium vitamini alınan insanların da böbrəklərində də və eyni zamanda öd daşlarında da olması qaçılmazdır.